Salam dostlar, bugün mən sizə kolbor işıqları haqqında danışacağım. Kolbor işıqlarını digər işıqlardan fərqləndirən göstəricilər nələrdir? Gəlin birinci onlara baxaq. Dəqiq rəng doğruluğu. Yüksək CRI və TLCI dəyərləri dəqiq dəri tonları və real rənglər üçündür. Yəni, bunu çəkib, amma sonra bunu almayacaqsınız. Mobil tətbiq ilə işıqların idarə oluna bilməsi. Belə ki, bir app ilə siz bu işıqların həm rənglərini, həm parlaqlıqlarını və digər göstəricilərini kənardan dəyişə bilirsiniz. Eyni vaxtda bir tətbiqlə bir neçə işığı da idarə etmək mümkündür. Geniş rəng spektrumu bu işıqları digərlərindən ayıran özəlliklərdən biridir. 2700-dən 6500 Kelvinə qədər, hətta bəzi modellərdə 10000 Kelvinə qədər rəngin temperaturunu dəyişmək mümkündür. Yüksək parlaqlıq və güc seçimləri. 65 Wattdan 600 Watta qədər geniş çeşid imkanı. Kompakt və daşınması çox asan. Yüngül konstruksiyasına görə həm studiyada, həm də açıq hava çəkilişlərində rahat istifadə edə bilərsiniz. Ağıllı soyutma sistemi. Bu soyutma sistemi o qədər səssizdir ki, hətta işıqları mikrofona yaxın yerləşdirsəniz belə, videoda onun fanlarının səsi eşidilməyəcək. Müxtəlif qidalandırma metodları. Məsələn, bu işıqları siz powerbankla, adapterla, V-mount batareyalarla, MPF batareyaları ilə, ağlınıza gələ biləcəyi bir çox üsullarla qidalandıra bilərsiniz. Həm qapalı yerdə, həm də açıq məkanlarda istifadə edə bilərsiniz. Balance mount uyğunluğu. Yəni, bu işıqlar balance standartında olduğu üçün istənilən standart softboxlar və yaxud başqa modifierləri dəstəkləyəcək. Yəni, əlinizdə hər hansı bir softboxunuz varsa, bu işıqları alanda onu istifadə edə bilərəm yoxsa yox, belə bir suallar qarşısında qalmırsınız, çünki standart balansı dəstəkləyir. Və ən nəhayət, dolu-dolu komplektasiya. Yəni, bu komplektasiya elə bir komplektasiya deyil ki, məsələn, işığı verək sizə götürün, amma çantanı başqa yerdən alarsınız, bilmirəm, çanta haradan taparsınız. İşığın özü olsun, adapter olsun, çantası olsun, tam dolu komplektasiyandan elə aldığınız dəqiqədən etibarən onu istifadə edə bilərsiniz və rahat da daşıya bilərsiniz. Əgər sizə spesifik olaraq hər hansı bir kolbor işığının quraşdırılması, istifadəsi maraqlıdırsa, aşağıda açıqlama bölməsinə baxın, orada biz linklər yerləşdiririk. Demək olar ki, bütün modellər üçün videolar çəkilib. O videolara baxıb necə istifadə edə bilərsiniz, tanış ola bilərsiniz. Sağ olun, növbəti videoda görüşərik.